Yaşıl, sarı, qırmızı. Səncə, sən azadsan. Saat 7 oldu, qalx. Bir stəkan çayını içib heç sevmədiyin işinə gedə bilərsən. Yığılan kreditini kim ödəyəcək? İşdən qaydandan sonra da birbaşa yatmağa. Sabah yenə 7-də durmalısan. Sonra yenə, sonra yenə, sonra yenə. Sanki nəsə doğru deyil. Sanki bizim necə yaşayacağımıza dair seçimi bizdən öncə artıq ediblər. Total kontrol. Sevmədiyin işi etmək, xoşbəxt olmamaq, sadəcə işləyib yatmaq. Bir məqamda mən anladım ki, mən belə yaşamaq istəmirəm. Biz bu dünyaya sadəcə işləyib yatmaq üçün gəlməmişik. Məsələnin əlli sadəcə oyanmaqdır. Həll var olmağın necə inanılmaz olduğuna oyanmaqdır. Var olan bir şansını kontrol altına geçirmək istəyirsən, sevdiyin işə vaxt ayır, özünə vaxt ayır. Təəssüf hər insan doğulandan sistemin bir parçasıdır. Bizə hər şeyi diktə ediblər. Harada getmək, harada dayanmaq lazım olduğuna qədər. İndi sualı bir də verəcəm. Səncə, sən azadsan? Yaşıl, sarı, qırmızı.